İlahi ziyafət verilişi Ramazan ayı boyunca hər gün Bakı vaxtı ilə saat 17:00-da 14 TV-də yayımlanacaq. Bu ayın özünün xüsusi bizə mesajlarından biri təqva mesajıdır. Peyman Məmmədovun təqdimatı ilə hazırlanan 30 buraxılışın hər birində fərqli qonaqların çıxışlarını izləyə biləcəksiniz. Bu mübarək Ramazan ayı bir mənəvi aydır ki, həmin bu mənəvi ayda insanlar istər-istəməz oruç tutaraq maddiyatdan əl götürürlər. İlahi ziyafət verilişinin Qədir gecələrinə həsr olunmuş 3 xüsusi buraxılışı Bakının müxtəlif məscidlərindən yayımlanacaq. O insanlar ki, o gecəni ləyaqətlə Allah buyurduğu şəkildə keçirdirlər. Allah tərəfindən bunlar üçün bir bəla, xoşa gəlməyən bir hadisə yoxdur. Bundan əlavə, Ramazan ayı boyunca misra verilişi hər həftənin bazar ertəsi günü Bakı vaxtı ilə saat 12:00-da 14 TV-də yayımlanacaq və proqramda müxtəlif qonaqlarla maraqlı müsahibələr təqdim olunacaq. Ramazan ayı ilə o mənada bir böyük bir əzəmətli aydır və müsafir kimi də yenə də əzizdir. Öz dəvətin insanlara ehsan edən Allah. Həmçinin mübarək ay boyunca ilahiyyatçı Hacı Sahib Məmmədovun təqdimatında yeni yayıma başlayacaq Zülmətdən Nura verilişini hər həftənin cümə günü saat 12:00-da 14 TV-də izləyə biləcəksiniz. Allah orucu vacib etmək istəyəndə bəndəni şərəfli bir adla çağırır. Ey mənə iman gətirən bəndələrim, sizə oruc yazıldı. Həftədə bir dəfə yayımlanan ilahi rəhmət verilişi ilahiyyatçı Nəsimi Piriyevin təqdimatında Ramazan ayına aid dini və mənəvi mövzuları ilə həftənin bazar günü saat 12:00-da 14 TV-də yayımda olacaq. Allah Teala bu ayda bizi bu ilahi ziyafət süfrəsinə qonaq çağırıb.